Və qul həmçinin qul çalışmalıdır ki, əməllərinə baxsın. Əməllərin qəbul olunmamasından qorxmalıdır, çəkinməlidir. Çünki bilmir, yəni qul etdiyi əməl qəbul olunub yoxsa yox. Çünki sələflərdən Fəzalət ibn Ubeydin rahiməhullah belə deyərdi: "Lə ən əkuna a'lamu ən Allah yaqbalu minni misqala habbatin min xardalin ahabbu ileyyə minəd-dunya və ma fiha." Bilsəm ki, Allah Subhanahu taala məndən bir xardal, yəni bir toxum qədər əməlimi qəbul edib, o mənim üçün dünya və içindəkilərindən hər şeydən sevimlidir. Çünki Allah Subhanahu taala buyurur: "İnnəmə yətəqəbbəlullahu minəl-muttaqin." Allah müttəqilərdən qəbul edir. Həmçinin Abdüləziz ibn Ubey Ravvad "Ədraktum yectəhidun fi amali salih." Onlar deyir, dərk etdim, onlar salih əməldə çalışqanlıq göstərərdilər. "Fəizə fəalu vaqa aleyhim hammu." Bunu etdikdən sonra isə onlara bir qorxu gələrdi ki, belə bir qorxu hissi olardı ki, "Əyyuqbəl minhum əvlə." Onlardan qəbul olunub yoxsa yox. Və həmçinin sələflərdən gələrdi ki, necə Qavam öz sünnəsində deyir, "Kanu yed'unallaha azza ve celle 6 əşhurun." Onlar Allaha 6 ay dua edərdilər ki, "Əyyubəlliğahum şəhr Ramazan." Onlara Ramazan ayı yetişdirsin. Və yed'unallaha 6 əşhurun ən yetəqəbbələ minhum. Və 6 ayda Allaha dua edərdilər ki, Allah onlardan Ramazanda işlətdiyi əməlləri qəbul etsin.